İlham müəllim, əslində iqtisadi məsələlərin daha öndə olduğu aydındır nəyə görə? Çünki dünyanın ikinci böyük təhdidi savaşla bərabər bu dəqiqə iqtisadi təhdididir. Siz də bayaq qeyd etdiniz. Bizim hörmətli ekspertlərimiz də qeyd etdi. Neftin qiymətinin qalxması hər şeyin qiymətinin qalxmasıdır. Üstəlik də ki, Hörmüzün iflic olmasıyla faktiki olaraq təkcə neft yox, digər məhsulların da gedişində, gəlişində çox böyük suallar var. Gübrə məhsulları. Bəli, və bu gələcəkdə yeni təhdidlər yaranır və bununla bağlı hələ biz bilmirik nə olacaqdır. Bu proqnozlaşdırmaq da bəzən çətindir. Azərbaycan Gürcüstanla isə bu münasibətlər, əlaqələr və bir stabil gediş-gəliş anlamında, ticarət anlamında, sərmayə qoymaq anlamında, birgə layihələr eyniləmək anlamında bir təcrübəsi də var. Biz harada bu təcrübəni istifadə edəcəyik və Qaradəniz limanından, yəni Gürcüstanın Qaradənizdə olan limanlarından biz daha maksimal istifadə etmək haqqında, yəni nələrsə danışılıbmı sizcə? Çünki orada Çinin də bilirsiniz ki, sərmayəsi var. İranda Hörmüz boğazının bağlanması səbəbindən yaranmış bu iqtisadi təhlükələr, təhdidlər, neftin, qazın qiymətinin qalxması bəlli həqiqətdir. Amma başqa bir həqiqətlə söyləyeyim ki, indi yaz əkin kampaniyası başlayır və müharibənin davam etməsi və şiddətlənməsi İranda əsas kənd təsərrüfatı ölkələrindən biridir. İxracatçı ölkələrdən biridir və bu ölkədə əkin kampaniyası getmirsə, yəqin gələcək perspektivdə bu ərzaq təhlükəsizliyi nöqteyi nəzərindən də... Üzr istəyirəm, ölkə daxilindən xaricə ərzaq, kənd təsərrüfatı məhsullarının getməsinə qadağa qoyulub İrandan. Bəli, o demək ki, Azərbaycan da kartofdur, soğandır, pomidordur, xiyardır, İrandan artıq gəlməyəcək. Gəlməyəcək və belə olan vəziyyətdə hesab edirəm ki, istənilən belə vəziyyətdən özünü bir fürsətə çevirmək lazımdır. Bu Azərbaycanın İrandan həmin o kənd təsərrüfatı məhsullarının daxil olmasında yarana biləcək o çətinlikləri nəzərə alıb Azərbaycan özündə bu sahələrin inkişafına əvvəlkindən də daha çox diqqət ayırmalıdır və biz kənd təsərrüfatını daha da inkişaf etdirməliyik. Bu şərait özü artıq bunu diktə edir. O ki, qaldı Gürcüstanla bağlı məsələlərə biz yəni iki dövlət arasında həllini tapmayana bir məsələ yoxdur. Cənab Prezident İlham Əliyevin də Gürcüstanın baş naziri Qabaxidze ilə birgə bəyanatında da biz onu gördük. O fikirdə əsaslandı ki, hər iki dövlət strateji tərəfdaşdır. Fundamental məsələlərdə bizim mövqelərimiz üst-üstə düşür və burada həm enerji təhlükəsizliyi məsələləri ön plana çəkildi və hesab edirəm ki, bu nöqteyi nəzərdən bizim deməli perspektiv 2032-ci ildə biz 8 gigavatlıq yaşıl enerji istehsal etmək və ixrac etməyə planlaşdırırıq. Bu nöqteyi nəzərdən bu reallıq fonunda da bizim Gürcüstan onun dəniz imkanlarından istifadə etmək potensialımız var və bu çox mühüm məsələlərdən biridir. Eyni zamanda iki dövlətin əlaqələrini biz qiymət verərkən Cənab Prezidentə istinad eləmək istəyirəm. O söylədi ki, Gürcüstan həm də Azərbaycan, bugün yaranmaqda olan Azərbaycan-Ermənistan ticarət iqtisadi əlaqələrində bir vasitəsidir. Bizim ki, Azərbaycanla Ermənistan artıq ticarət, yavaş-yavaş ticarət dövriyyəsi formalaşmağa başlayır və biz öz məhsullarımızla Gürcüstandan keçməklə biz Ermənistana ixrac edirik. Bu da perspektivli sahələrdən biridir. Və o ki, qaldı birgə sərmayə qoyuluşu məsələlərinə. Bəli, Cənab Prezidentin çıxışında belə bir ifadə səsləndi ki, biz Gürcüstana 3,7 milyard dollarlıq investisiya qoymuşuq. İndi söhbət ondan gedir ki, investisiya qoyuluşu sayəsində əməkdaşlıq o mərhələyə daxil olur ki, biz artıq üçüncü dövlətlə birgə bunu edə bilirik və bu nöqteyi nəzərdən hesab edirəm ki, sizcə nə nəzərdə tutulur? Bu Şərqi Avropa ölkələrində hansısa, bax bu, bilmirəm, alternativ enerji ilə mi bağlı və yaxud da data mərkəzləri ilə mi bağlı? Çünki Azərbaycan həm də ciddi mənada data mərkəzi və süni intellekt. Xəzər dənizi, Qara dəniz vasitəsilə biz çıxırıq fibr optik deməli layihə. Eyni zamanda biz deməli yaşıl enerji ilə nöqteyi nəzərindən biz Rumıniya və Macaristan bazarına daxil oluruq. Şərqi Avropa bazarlarıdır. Və bu baxımdan da potensial var və biz birgə bu nöqteyi nəzərdən müəssisə açılması, data mərkəzlərinin açılmasını da... Çünki Avropa biraz o məsələlərə skeptik yanaşır, nəyəsə sərmayə qoymaq və s. Düzdür, Rizvan müəllim dedi, o çox ciddi bir layihədir, Azərbaycanın orada iştirakı ümumiyyətlə... Qlobal keçid layihəsi. Bəli, və qlobal keçid çərçivəsi bu olmayacaq. Ənənəvi enerji məsələləri bu COP29 tədbiri çərçivəsində məlum olur ki, ənənəvi enerjiyə, neft, qaza biraz ögey
münasibət, o investisiya qoyuluşunda biraz geri çəkilmələr var idi. Amma cənab prezident həmişə də bunu vurğulayırdı ki, biz bəli yaşıl enerjiya keçidi prioritet elan etmişik, amma hələ bu ənənəvi enerji dövrü başa çatmayıb, hələ ona uzun müddət ehtiyac olacaq. Bu məntiqlə mən söyləyirəm ki, bizim deməli Gürcüstanla bu sahədə əməkdaşlığımız ənənəvi enerji sahəsində də xüsusi aktuallıq kəsb edir. Mən sadəcə olaraq bir daha dönə-dönə o data mərkəzləri və süni intellekt məsələsinə niyə toxunam? Çünki çox ciddi təhlükə var. Yox. Və hamısı bu dəqiqə yığışmışdı Körfəz ətrafında, Dubayda və s. və s. Amma zaman da göstərdi ki, necə ki aviasiya təhlükəsizliyi bu regiondan keçir. O cümlədən onların bu bilirsiniz nə qədər gəlir? Mən sizi başa düşürəm. Məsələ ondadır ki, bax bu dediyimiz o data mərkəzləri, süni intellekt və s. bu məsələ çox böyük enerji tələbat yaradır. Elektrik enerjisində. Bizim də o var. Bizim bu potensialımızın Gürcüstanın coğrafi mövqeyi, dənizə malik olması ilə birləşəndə üç tərəf, deməli, iki dövlətin başqa üçüncü dövlətdə birgə layihələr həyata keçirilməsi üçün yaxşı imkanlar yaranır. Yaxşı imkanlar pəncərəsi açılmış olur ki, ondan da maksimum istifadə etmək lazımdır. Bugün Azərbaycan 25 milyard kubmetr qaz ixrac edir. 25 milyard kubmetr. Onun ölkəyə sərmayə, bu Ermənistan ola bilərmi? Prinsip etibarilə bu günlər sülh sazişindən sonra niyə olmasın? Bugünkü reallıqlar fonunda o hələ mümkün görünmür. Yox, aydındır, amma gələcək üçün. Ancaq gələcəkdə indi cənab prezident deyəndə ki, biz Gürcüstan vasitəsilə Ermənistan artıq ticarət dövrəsini başlamışıq. Bu təbii ki, həm də ona işarədir ki, niyə də olmasın.